Salam əziz şagirdlər, bugün bizim ilk dərsimiz natural ədədlər mövzusudur. Natural ədədlər sayma zamanı istifadə olunan ədədlərdir. Yəni 1-dən 9-a qədər olan ədədlər natural ədədlərdir. Natural ədədlərin iki qolu var. Birinci qolu tək və cüt olmaqla iki yerə ayrılır. İkinci qolu isə sadə və mürəkkəb olmaqla iki yerə ayrılır. Tək ədədlər 1, 3, 5, 7 və 9-dur. Bəs tutaq ki, ədədimiz 2 və 3 və daha artıq rəqəmlidirsə, bunun tək və ya cüt olduğunu necə bilə bilərik? Təbii ki, son rəqəminə baxarıq. Məsələn, 125-in sonunda 5 var. 5 ədədi tək olduğuna görə 125 tək olacaq. Cüt ədədlərimiz isə 2, 4, 6, 8 və 0 ilə bitən ədədlərdir. Sadə ədədlər ancaq özünə bölünür. Qısaca olaraq özünə və 1-ə bölünən ədədlərə də sadə ədədlər deyilir. Amma bütün ədədlər 1-ə bölündüyünə görə ancaq özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Məsələn, 5. 5 5-dən başqa heç nəyə bölünmür. Mürəkkəb ədədi isə ən azı 2 dənə müxtəlif böləni olan ədədə deyilir. Ən azı 2 dənə. Məsələn, tutaq ki, 10. 10 həm 2-yə bölünür, həm də 10 5-ə bölünür, 2 eləyir. Ən azı 2 dənə müxtəlif böləni olduğuna görə bu ədəd mürəkkəb ədəddir. Natural ədədlərdə bilməmiz gerəkən vacib qayda budur ki, 2 dənə natural ədədi toplayanda bir də vuranda alınan cavab həmişə naturaldır. Məsələn, 5 naturaldır, 7 naturaldır, topladım 12-ni, naturaldır. 5 naturaldır, 7 naturaldır, vurdum 35 oldu natural. Amma indi 5 ilə 7-nin fərqinə baxın. 5-dən 7 çıxanda elədi -2. Demək, 2 natural ədədin fərqi natural ola da bilər, olmaya da bilər. Olmaz deyə bir şey yoxdur, olar deyə bir şey yoxdur. Ola da bilər, olmaya da bilər. Çünki bu 7 çıx 5 formasında da ola bilərdi, 2 verə bilərdi. Bu natural idi. Amma 5-dən 7 çıxanı -2 verirsə, bu natural olmur. Məsələn, 14 ilə 2. 14-ü 2-yə böləndə eləyir 7, naturaldır. Amma 2 ilə 5-i bir-birinə böləndə 0,4 natural deyil. Demək, 2 ədədləri böləndə alınan cavab natural ola da bilər, olmaya da bilər. Olmaz və olar deyə bir şey yoxdur. Deməli, bir də təkrar edirik. Toplama və vurmada alınan cavablar naturaldır hər zaman. Amma fərq, yəni çıxma, nisbət, yəni bölmədə ola da bilər, olmaya da bilər. İndi baxaq ədədin bölünmə əlamətlərinə. Tutaq ki, birinci bizdən ədədin 2-yə bölünüb bölünməməsini soruşur. Ədədin sonunda cüt rəqəm varsa, bu ədəd təbii ki 2-yə bölünəcək. Məsələn, 20, sonunda 0 var, 22, 26, 38, 46, 54 və s. Sonunda cüt rəqəmlər olduğuna görə bu ədədlər 2-yə bölünür. İkinci, ədədin 3-ə bölünmə qaydası. Hər hansısa bir ədədin rəqəmlərini topladıqda, həmin rəqəmlərin cəmi 3-ə bölünən bir ədəd olarsa, demək həmin ədəd 3-ə bölünür. Məsələn, 126-ya baxaq. 1, 2, 6. Topladıqda 9 eləyir. 9 3-ə bölündüyünə görə deməli 126 3-ə bölünür. İndi necə bölürlər onu izah edeyim sizə. 1-in içində 3 yoxdur. Ona görə başdan 0 qoya bilmərik deyə 12-nin içində 3-ə baxırıq. 12-nin içində 3 4 dəfə. Qalıq qalmır. 6-nın içində 3 isə 2 dəfə. Cavab eləyir 42. İndi baxaq 9-a bölünmə əməlinə. Ədədin rəqəmlərini topladıqda alınan nəticə 9-a bölünərsə, ədəd 9-a bölünər. Elə baxaq 126-nın özünə. 1, 2, 6-nı toplayanda 9 elədiyinə görə, bu ədəd 9-a bölündüyünə görə ədədin özü birbaşa 9-a bölünür. İndi buna baxaq ki, necə bölünür. 1-in içində 9 yoxdur, 12-nin içində 9 bir dəfə, 12-dən 9-u götürürəm, qalır 3. Altında düşürdürəm yanına, 36-nın içində 9, 4 dəfə. Deməli, 126-nı 9-a böləndə cavab 14 eləyir. Dördüncü, ədəd nə vaxt 6-ya bölünür? Ədədin 6-ya bölünməsi üçün cüt olmalıdır. Bir də rəqəmlərin cəmi 3-ə bölünməlidir. Çünki 6 2-yə və 3-ə bölündüyünə görə ədədin sonunda cüt rəqəm olmalıdır ki, 2-yə bölünsün. Rəqəmlərin cəmi də 3-ə bölünməlidir ki, ədəd 3-ə bölünsün. Bundan əlavə, məsələn, 15-ə bölünmə qaydası rahat olar. 15-in sayda vuruqları 3 ilə 5 olduğuna görə, deməli, həm 3-ə, həm 5-ə bölünən ədədlər 15-ə bölünəcək. Bəs ədəd nə vaxt 5-ə bölünür? Sonunda 0 və ya 5 olan bütün ədədlər 5-ə bölünür. Məsələn, 10. 10-un sonunda 0 var deyə 5-ə bölünür, eləyir 2. 15-in də sonunda 5 var deyə 5-ə bölünür, eləyir 3.
Ədəd bəs nə vaxt 10-a bölünür? Bölünmə əlamətlərinin davamında baxaq ki, ədədin sonunda ən az bir dənə sıfır varsa, məsələn, tutaq ki 150. Ən az bir dənə sıfır varsa ədəd 10-a bölünür. Ən az 2 dənə sıfır varsa 100-ə bölünür. Ən az 3 dənə sıfır varsa 1000-ə bölünür. Bəs ədəd nə vaxt 25-ə bölünür? Ədədin sonunda neçə rəqəmli olmasından asılı olmayaraq son 2 dənə rəqəmi, son 2 rəqəmi 25 olsa, 50 olsa, 75 olsa, 2 sıfırla bitsə bu ədəd 25-ə bölünər. Bəs ədəd nə vaxt? 4-ə bölünür. Tutaq ki, bizə 100 ədədi verilib. Ədədin sonunda 2 dənə sıfır varsa və yaxud ədədin sonundakı 2 rəqəm 4-ə bölünərsə, bu ədəd 4-ə bölünər. Bəs 8-ə nə vaxt bölünər? Ədədin sonunda ən az 3 dənə sıfır varsa və ədədin son 3 rəqəmi 8-ə bölünərsə, ədəd 8-ə bölünər. Tutaq ki, bizə müəyyən aralıqda hər hansısa bir ədədin bölənlərini soruşur. Deyir ki, məsələn, ilk 100 ədəd içərisində 12-yə bölünən ədədlərin sayını tap. Sayını. Mən sizə loru dildə bir düstur yazdım. Düstur bu formada olacaq. Son, çıx, əvvəl, böl, ədəd, plus 1. Bu nə deməkdir? İlk 100 ədəd deyirsə, yəni 1-dən 100-ə qədər 12-yə bölünən ədədlərdən birincisi və sonuncusunu tapmalıyıq. İlk elə 12-yə bölünən ədəd 12-dir. Ən sonuncusu isə 96-dır. Demək, misalımız bu formada olacaq. 96, yəni sonuncu, çıx əvvəlinci 12 eləyir 84. Böl ədədin özü, yəni 12 eləyir 7. Üstünə də 1 gələndə eləyir 8 dənə 12-yə bölünən ədəd. Gəlin yoxlayaq. 12, 24, 12 artacaq. 36, 48, 60, 72, 84, 96. Doğrudan da 8 dənə 12-yə bölünən ədəd var. İndi baxaq ədədin sadə vurğulara ayrılmasına. Məsələn, götürək 36 ədəd. Yadımızda saxlayırıq. Əgər mən ədədi sadə vurğulara ayırıramsa, demək ayırdığım bütün ədədlər sadə olmalıdır. Yəni mən bura 4, 6, 8, 10 kimi cüt və mürəkkəb ədədləri yaza bilmərəm. Bura yazacağım yeganə cüt ədəd ancaq 2 ola bilər. Çünki sadə olan yeganə cüt ədəd 2-dir. Həmişə ən birinci ən kiçik sadə ədəddən başlayırıq, yəni 2-də. Bu ədədin özü cüt olduğuna görə bu ədədin ən kiçik sadə vurğu elə 2 olacaq. 36-nı 2-yə böləndə eləyir 18. Yəni 18 cütdür. Deməli 2-yə bölünəcək, eləyəcək 9. 9-un da ən kiçik bölündüyü ədəd 3, eləyir 3. 3 də 3-ə 1. Baxaq indi bir başqasına. Məsələn, 125-ə. Bu ədəd tək olduğuna görə 2-yə bölünmür. 3-ə də bölünməyəcək, çünki 1, 2, 5-in cəmi 8 eləyir. 4 mürəkkəb də ola bilməz, 5-i yoxlayaq. Bəli, bu ədədin sonunda 5 olduğuna görə ədəd 5-ə bölünür, eləyir 25. Yenə ədədin sonunda 5 olduğuna görə eləyir 5, 5 də 5-ə 1. Bir də yadımızda saxlayacağımız sadə vurğuda ən vacib nüans odur ki, sadə vurğulara ayıran zaman sıralama kiçikdən böyüyə doğru gedir. Məsələn, mən tutaq ki, 45-i sadə vurğuya ayırmışam. 3-ə 15 yazıb, 5-ə 3, 3-ə 1 yaza bilmərəm. 45-i 3-ə bölmüşəmsə, 15-i ən kiçik birinci 3-ə bölüb 5 alıb 5-i 5-ə bölə bilərəm. Yəni, ardıcıllığın gedişatına diqqət yetirmək lazımdır. Ədədin sadə vurğularına baxdıq, qaldı sadə bölənləri. Məsələn, deyir ki, 36-nın sadə bölənlərinin sayını tap. Ayırırıq sadə vurğuya. 2, 18, 2, 9, 3, 3, 3, 1. 2, 2, 3, 3 onun sadə vurğularının ümumi sayıdır. Sadə böləni isə müxtəlif, yəni hərəsindən bir dənə olan sadə vurğulardır. Bir dənə 2, bir dənə də 3. Demək, bunun sadə böləni 2 və 3-dür. Sadə vurğuna sadə böləni səhv salmaq olmaz. Sadə vurğu hamısıdır. Sadə bölən isə hərəsindən bir dənədir. Bir də var ədədin qarşılıqlı sadə olan ədədlərini necə ayırmaq? Məsələn, sayını. Deyir ki, 36 ilə qarşılıqlı sadə olan neçə ədəd var? Ədədi sadə vurğulara ayırandan sonra sadə bölənlərini götürürsünüz. Yəni, müxtəlif sadə vurğuları 2 və 3. Onları tərsinə çevirirsiniz. 2-də 1, 3-də 1. Və onları 1-dən çıxırsınız. 1-dən çıxırsınız. Və alınan nəticəni təzədən ədədin özünə 36-ya vurursunuz. 1-dən 2-də 1-i çıxmağın rahat yolu. 2-ni çarpaz vurursunuz 1-ə 2, çıxırsınız 1-i 1. Qalır 2-də 1. 3-ü çarpaz vururuq 1-ə 3, çıxırıq 1-i qalır 2. 3-də 2. Vur 36. 2-ni 3-ə vuranda 6 eləyir və 36 ilə ixtisar gedir, burada qalır 6. 1 vur 2 vur 6 da eləyir 12. Demək 36 ilə qarşılıqlı sayda olan 12 dənə ədəd var.
İndi baxaq ədədlərin qarşılıqlı sayda olmasının yoxlanmasına. Qarşılıqlı sayda olmanın əsas qaydalarından birincisi, iki ədədi sayda vuruğa ayıranda ortaq heç bir vuruq olmamalıdır. Məsələn, 10 və 27. Onu sayda vuruqlara ayıranda cüt olduğu üçün 2-yə 5, 5 də 5-ə 1. 27-nin ən kiçik vuruğu 3 eləyir 9. 9 3-ə 3, 3 də 3-ə 1. Burada yalnız 2 ilə 5, burada isə 3 dənə 3 iştirak edib. Heç bir vuruq eyni olmadığına görə bunlara qarşılıqlı sayda deyirlər. Sadə ədəd yox ha, qarşılıqlı sayda ədəd. İkinci qayda. Ədədlər ardıcıl olarsa, məsələn 10 və 11. Ədədlər əgər ardıcıl gəlibsə, deməli bunlar qarşılıqlı saydadır. Üçüncü qayda. Ədədlər ardıcıl tək ədəd olarsa, məsələn 11, 11-dən sonra gələn tək ədədim 13-dür. Həm ardıcıldılar, həm də ardıcıl təkdilər. Ardıcıl tək olarsa, demək bunlar qarşılıqlı saydadır. Və ən vacib dördüncü qayda budur ki, əgər 2 dənə ədəd veriləndə bunlardan biri 1 olarsa, deməli bunlar qarşılıqlı saydadır. Məsələn 1 ilə 20. Bunların ortaq vuruğu zaten olmayacaq. Ona görə bunlar qarşılıqlı saydadır. Hər hansısa bir ədədin natural bölənlərinin sayı necə tapılır? Natural bölən bir ədədin bölünə bildiyi ədəddir. Məsələn, 10 nəyə bölünür? Təbii ki, ən birinci 1-ə bölünəcək. Sonra cüt olduğuna görə 2-yə bölünəcək. Onu 2-yə böləndə 5 eləyir. Onu 1-ə böləndə 10 eləyir. Deməli, onun 4 dənə natural böləni var. Sayda vuruğu 2 ilə 5-dir, yəni 2 dənədir. Natural böləni isə 1, 2, 5, 10, 4 dənədir. İndi bəs mən natural bölənləri birbaşa belə yazmadan, məsələn, tutaq ki, 1000, 2000 civarında olan böyük ədədlərdə belə yazmadan, yəni fikirləşmədən sayını necə rahat tapa bilərəm? Məsələn, tutaq ki, bizə 100 verilib. 100-ə əvvəlcə biz sayda vuruqlara ayırırıq. 2-yə 50. 2-yə 25. 25 5-ə 5, 5 də 5-ə 1. Baxıram ki, burada 2 dənə 2 var. Bunun sayını bir dənə artırıram, olur 3. 2 dənə 5 var. Yenə bunun sayını, özünü yox ha, sayını bir dənə artırıram, olur 3. Başqa sayda vuruq yoxdur. Alınan nəticələri bir-birinə vururam, eləyir 9. 100-ün 9 dənə natural böləni var. Gəlin yoxlayaq. 100 bölünür 1-ə, cüt olduğu üçün 2-yə, 3-ə bölünmür. 4-ə, 5-ə, 10-a, sonra 20-yə, sonra 25-ə, 50-yə və 100-ə sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bəli, 9 dənə natural böləni var. Deməli, düz tapmışıq. İndi baxırıq əbobun tapılma qaydasına. Tutaq ki, bizə 2 dənə ədəd verilib. Məsələn, olsun 72 və 27. Birinci həmişə qaydamız budur ki, ədədlər sayda vuruğa ayrılmalıdır. 72-ni sayda vuruğa ayıranda 2-yə 36, 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. 27-ni də sayda vuruğa ayırırıq. 3-ə 9, 3-ə 3, 3-ə 1. Eyni olanları işarə eləyirəm. Bir dənə 3 burada var, bir dənə 3 burada var. Mən ikisini də götürmürəm. İkisində də var deyə bir dənə 3 qırağa yazıram. Yenə burada da 3 var, burada da 3 var. İkisində də 3 var deyə ondan bir dənəsində bu qırağa yazıram. Başqa heç nə eyni deyil. Əgər olsaydı onu da bura əlavə kimi yazardım. Alınan ədədləri bir-birinə vururam. Əgər ədəd bir dənə olsaydı, onda elə 3-ün özü olardı əbob. Amma 2 dənə fərqli 3-üm olduğuna görə bir-birinə vururam, alıram ki, bu ədədlərin əbobu 9-dur. Tutaq ki, mən 2 dənə ədəd götürmüşəm. Məsələn, 10-la 27. 2-yə 5, 5-ə 1. 27 də 3-ə 9, 3-ə 3, 3-ə 1. Heç bir ortaq vuruğu olmadığına görə bu ədədlər həm qarşılıqlı saydadır, qarşılıqlı sayda olduğuna görə isə bunların əbobunu tapmağa ehtiyac yoxdur. Ortaq vuruqları yoxdur axı işarəliyim. Ona görə əbob olacaq 1. İndi tutaq ki, bizə 2 dənə fərqli belə bir ədəd verilib. Məsələn, 10 və 20. Siz burada nəyə fikir verirsiniz? Bunları sayda vuruğa ayırmamışdan qabaq baxırsınız. 10 20-yə və yaxud 20 10-a bölünürmü? Bəli, 20 10-a bölünür. 20 10-a bölündüyünə görə əbob onun özü olur. Yəni, bir ədəd digərinə bölünəndə əbob onlardan kiçiyi olur. Böyüyü ola bilməz. Çünki 10 20-yə bölünmür. Amma 20 10-a bölündüyünə görə burada 10 əbob olur. İndi baxaq əkobun tapılma qaydasına. Tutaq ki, yenə eyni qaydada 2 dənə ədəd verilib bizə. 72, 2-yə 36, 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1.
Bir də bizə 27 ədədi verilib. 3-ə 9, 3-ə 3, 3-ə 1. Eyni olan 3, 3, 3, 3-dür. Əbobda eyni olanları işarələyəndən sonra bir-birinə vururduq. Amma əkobda bu belə deyil. Eyni olanları işarələyəndən sonra verilmiş ədədlərdən ən böyüyü hansıdırsa, burada 72-dir. 72-ni götürdüksə, daha ona baxmırıq. Yerdə qalan ədəd digər ədəddə nə işarə olunmayıb? 3. Həmin 3-ə vururuq. Eləyir 216. Tutaq ki, 2 dənə ədəddə, məsələn 10 ilə 27-dir. 10 2-yə 5, 5 də 5-ə 1. 27, 3-ə 9, 3-ə 3, 3-ə 1. Heç bir sayda vuruq eyni deyil. Bu zaman isə əkobu tapanda əbobda 1 olurdusa, əkobda isə onların hasili olacaq. 27 vur 10 eləyəcək 270. Və bayaq əbobda sizə bir şey öyrətmişdim. Məsələn 10 və 20. Baxırsınız, əgər bir ədəd digərinə bölünürsə, məsələn 20 10-a bölünür. Bu zaman 10 əbob idisə, böyüyü olanı isə, yəni 2 ədəd bir-birinə bölünürsə, kiçiyi əbobdursa, böyüyü isə əkob olur. Əbob və əkobun ən vacib düsturlarından biri budur. Əbob vur əkob bərabərdir A vur B. Yəni 2 dənə ədəd bizə verilib. Bu ədədin əbobunu əkobuna vuranda və elə həmin ədədləri bir-birinə vuranda alınan cavablar bir-birinə bərabərdir. Və digər bir düstur. Əkob bölünsün əbob bərabərdir C-yə. Tutaq ki, 2 dənə A, B ədədi verilib. Bu ədədlərin əkobunu əbobuna böləndə alınan C ədədi onların eyni olmayan sayda vuruğunu göstərir. Məsələn, biz bayaqki misalda 27 ilə onun əbobunu və əkobunu tapmışdıq. 27-nin sayda vuruqları 3, 3, 3 idi. Onunki isə 2 ilə 5 idi. Heç bir ortaq vuruq yox idi. Ona görə bunların əbobu 1, əkobu isə 27 vur 10, 270 idi. Bunların hasili elə bunların ortaq olmayan, yəni bu vuruqların hasilinə bərabərdir. Eyni cavab alınır. Sonra, əbobun ən vacib düsturlarından biri. Kök altda hansı ki ədədlərin əbobunu axtarmırıq, onların hasilini onların eyni olmayan sayda vuruqlarının hasilinə böldükdə alınan kök altı ifadədən çıxan cavab əbobu verir. Əkobda isə həmin 2 ədədin hasilini onların ortaq olmayan sayda vuruqlarına vurduqda alınan cavabdan çıxan kök əkobu verir. Tutaq ki, imtahanda əbobun tapılma qaydası yadınızdan çıxdı. Sizə bir rahat bir yol deyəcəm. Tutaq ki, 72 ilə 27-nin əbobunu tapmaq istəyirsiniz. Fərqi yoxdur. Hansını istəyirsiniz surətdə, hansını istəyirsiniz məxrəcdə yazın. Bunları ixtisar edin. 72 də 27-də ikisi də 3-ə bölünür. 3-ü yazırıq qırağa. 72-ni 3-ə böləndə 24, 27-ni 3-ə böləndə 9. Yenə 24 ilə 9 3-ə ixtisar gedir. Bu 3-ü də yazdıq qırağa. Burada qaldı 8, burada qaldı 3. 2 dənə, bunlar daha ixtisar getmir. 2 dənə 3-ə ixtisar getdiyinə görə əbob elədi 9. Əkobu tapanda isə ən birinci kəsrin surəti ilə ən sonda aldığınızın məxrəcini bir-birinə vurursunuz. Yəni 72-ni vurursunuz 3-ə eləyir 216. İndi baxaq bölünmə qaydasına. Qayda bizdə bölmədə belə idi. Bölünən, bölən, natamam qismət və qalıq. Məsələn, deyir ki, hansısa bir ədədi 19-a böldükdə alınan natamam qiymət 5, qalıq isə 3-dür. Yəni, hər hansısa bir ədədidir. Yəni, bölünəni bilmirik. Yerinə x yazırıq. X-i 19-a böləndə cavab 5 eləyir, qalıq isə 3 eləyir. Təbii ki, mən bunu tapmaq üçün burada bölmə var deyə 19 ilə 5-i bir-birinə vuraram. Eləyər 95. Və burada qalıq var axı. Həmin qalığı da bunun üstünə gələrəm ki, cavabı tam formada 98 alım. Deməli, bizim bölünənimiz 98 imiş. İndi baxaq ədədin mərtəbə vahidlərinə ayrılmasına. Tutaq ki, AB. Bu ədədi mərtəbə vahidlərinə ayıranda yadımızda saxlayırıq. Bu, hər hansısa bir 2 rəqəmli ədəd olduğunu bildirir. Təklik və onluq. B təklik olduğuna görə tək qalır. A onluğun yerində olduğuna görə biz ona 10A deyirik. Məsələn, tutaq ki, ABC-dir. Artıq hər hansısa bir 3 rəqəmli ədəddir. C təklik olduğuna görə, axırıncı gəldiyinə görə C təklikdir. B axırdan ikinci olduğuna görə onluqdur, yəni 10B.
A isə axırdan 3-cü olduğuna görə 100-lükdür. Yəni 100A. Gəlin belə bir nümunəyə baxaq. Hansı ki bu 2025-ci il aprel ayında qəbula düşmüşdü. Məsələn 11A üstəgəl 11B bərabərdir 88A çıx B. Bu misal əslində bu formada verilmişdi. AB üstəgəl BA bərabərdir 88 vurulsun A çıx B. Biz buradan 11-i özümüz almışıq. Necə almışıq? B təklik A onluq üstəgəl. Burada isə A təklik B onluqdur. Bərabərdir 88A çıx B-yə. Burada 1B var, bir də 10B var. Ona görə 11B eləyib. 10A və 1A var. Ona görə 11A eləyib. İndi aldıq ki 11A, 11B, 88A çıx B. Hər tərəf 11-ə bölünür. Bunu 11-ə böləndə qalacaq bir dənə A. Bunu 11-ə böləndə qalacaq bir dənə B. Bunu isə 11-ə böləndə qalacaq 8A çıx B. A üstəgəl B ilə işimiz yoxdur. Bu 8-i bir dəfə bu A-ya vururuq, olur 8A. Çıx, 8-i B-yə vururuq, 8B. 8B-nin qabağında mənfi olduğuna görə bunu digər tərəfə toplama kimi aparmalıyam. Çünki mərtəbə vahidində hər hansısa bir ədəddə mənfi işarə ola bilməz. Gəlir bu tərəfə 1B-nin üstünə 8B gəlirəm, olur 9B. Bərabərdir. Bu A isə burada müsbətdir. Qarşısında çıxma yoxdur, mənfi yoxdur. Ona görə bu tərəfə keçir, olur çıxma. 8A-dan bir dənə A-nı çıxıram, eləyir 7A. İndi deyəcəksiniz ki, müəllimə, bəs burada A neçədir, B neçədir? B tənasüb kimi 7-ni göstərir, A isə 9-u göstərir. Əgər bizə desə ki, A B-ni tap, A 9-dur, B isə 7-dir. Bu misalı həll eləyəndə bura qədər gələndən sonra, əgər məsələn burada 9, burada 18, burada 6, burada 4 alınsaydı, ixtisar gedən bir şey olsaydı, ixtisar eləyəndən sonra misalı bu formaya salırsınız. İxtisar etmədən bu formaya salanda misal səhv olmuş olur.